Tarixə imza qoyan lider, güclü iradəyə, qətiyyətli qərarlara və milli maraqlara söykənən siyasətin uzmanı, müzəffər ordunun sərkərdəsi, Azərbaycanı uğurlara aparan rəhbər, onun haqqında deyilən epitetlər bunlardır və təbii ki, hamısı deyil. Söhbət ölkə prezidenti İlham Əliyevdən gedir. Bugün 64 yaşını qeyd edən dövlət başçısına dünyanın dörd bir yanından təbriklər gəlir. Gələcəyə yönəlik arzular söylənir. Bütün uğurlar böyük sevgilərdən başlayır. Bu sevginin mənbəyi təkcə genetikadan qaynaqlanmır, həm də ailədən qazanılır. Onda hər ikisi var. Nüfuzlu və nəcabətli bir soya da malikdir, seçilən ailəyə də. Şəxsində cəmləşdirdiyi bu keyfiyyətləri isə valideynlərindən götürdüyü dəyərlərlə daha da mükəmməlləşdirib, zənginləşdirib Azərbaycan lideri. Ölkə prezidenti Ulu Öndər Ümumi lider Heydər Əliyevin siyasi məktəbini keçmiş. Bu siyasi məktəbdən qidalanan, eyni zamanda Nəcib insan olaraq Zərifə xanım Əliyevanın tərbiyəsini alan bir şəxs olaraq bütün liderlik xüsusiyyətləri ilə yanaşı özünün xalqına, torpağına, vətəninə, millətinə bağlılığı ilə seçilir. Bu günləri lidersizlik Avropada görürsünüz ki, kifayət qədər sayda olan münaqişələrə, kataklizmlərə səbəb olur. Azərbaycan isə regionda Cənubi Qafqazda sülhün bərqərar olunması istiqamətində kifayət qədər işlər görübdür. Qüdrətli ordunun, güclü iqtisadiyyatın, heç kimin kitabını oxumayan, görüntü üçün belə etməyən ərinən dünyada xalqının həqiqətini çatdırmağı bacaran rəhbər. 21-ci əsrin ən unikal və təkrarsız müharibəsinin komandanı odur. Qarabağı Xankəndi daxil olmaqla Azərbaycan edən də odur. Bunları bugün onu istəyən də, istəməyən də qəbul və etiraf etməyə məcburdur. Etiraf edilənlərin içində o da var ki, bugün Azərbaycan bir dövlət olaraq tarixinin ən güclü dövrünü yaşayır. Bizim ənənəyə görə yaxşı oğul ata yolunu gedir, yaxşı oğul ata vəsiyyətini yerinə yetirmək müqəddəs hesab edir. Və cənab prezident ata yolunu gedərək, ata vəsiyyətini yerinə yetirərək bu müqəddəs yolu getdi. Azərbaycanın bütün ərazilərində suverenliyini bərqərar etdi və Azərbaycan xalqının da bu günləri ölkə prezidentimiz qarşısında bir vəfa borcu var. Onu seçilən və təkrarsız edən həm də sadəliyidir. Bu da faktdır. Hər ilin bu vədəsində özəl gününü Fatihi olduğu məkanlarda qeyd etməklə, o yurdun sakinlərinin sevincinə daha bir sevinç qatmaqla həm də onu göstərir ki, o xalqın adamıdır, xalqdan biridir, birincidir. Bugün günlərdən onun günüdür. 21-ci əsrdə sərkərdələr siyahısına adını ilk yazan liderin, dəmir iradəli, qətiyyətli və prinsipial dövlət adamının. Yaşı 64-dür. Bəli, bu təqvimdə sadəcə bir tarix deyil, həm də görülən işlərin hesabatıdır. O hesabat ki, məziyyətləri saya, hesaba gəlməz. Missiya bitibmi? Yox, əlbəttə ki. Qarşıda görüləcək işlər çox, hesabat boldur. Yeni yolun, yeni mərhələnin, yeni dönəmin başlanğıcı isə artıq başlayıb. Uğura doğru, vətən oğlu. Bətörə Nəbiyeva, Nadir Cəllov, Space.